Bəndə deyir, la havlə və la quvvətə illa billahil aliyyil azim. Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur. Bəndə bunu deyəndə Allahdan nida gəlir, mənim mələklərim, verin hacətlərini. Bəziləri zikirlər verir, deyir, mən filan dərdlərim var, Arifin yanına gedir, zikir verir. Deyir, get bunu denən halım düzələcək. Zikir nədir? Allahı vəsf edir. Dua eləmir. Bax, belə bir hədis var. Deyir ki, bəndə deyir, la havlə və la quvvətə illa billahil aliyyil azim. Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur. Bəndə bunu deyəndə Allahdan nida gəlir, mənim mələklərim, verin hacətlərini. Deyirlər, ilahi, bu dua eləmədi. İlahi, bu tövbə də eləmədi. Bu nəsə eləmədi, nəyin əvəzidir? Deyir ki, heç nə. Heç nə. Etiraf elədi ki, qüdrət mənim əlimdədir. Mən bəyər nəsə başqa şey istəyirəm. Etiraf elədi ki, qüdrət mənim əlimdədir. Bizdən nə tələb olunur? Etiraf elə, ilahi, sən qüdrətlisən. Əməlimdən istəmirəm, qüdrətindən istəyirəm. Deyir, açın qapıları, verin ona. İnanın, bu qədər asandır. Və bu qədər sizə hörmətsizlik olar deyə o sözü demirəm. Biz nəyi? Biz nəyi? Onu hər özü ad tapsın, qoysun. Xüsusi göstəriş istəyir, gedir. Ariflərdən biri adını çəkmirəm. Çox üstün, fəzilətli ariflərdən biridir. Deyir, getdim qəribə elmlər öyrənməyə. Qəribə nə xüsusi elmlər. Deyir, dedi ki, ondan üstünlüğü öyrədim sənə. Hamısının, həmən bu şeyi mən özüm əməl edirəm deyə bunu lap cürətlə sizə deyə bilərəm. Vay gündən biz də bir şey əməl eləyək, basıb cəmaatın gözünü çıxarda bilirik. Bunu da mən eləyirəm hər gün namazdan sonra. Bu zikri öyrətdi. 3 dəfə ixlas, 3 dənə salavat. Və mən yəttəqillah yəcəlləhu məxrəcə və yərzuqhu min xeytu la yəxtasib. Və mən yətəvəkkəl aləllah fəhvə həsbu innəllaha bəliğə əmrə qəd cəalallahu likulli şeyin qədra. Bu ayələri. Əməlin qaydasını indi bunu deməklə bilməyəcəksiniz. Kim istəsə mənə yaxınlaşmasın. Kim istəsə yaxınlaşsın, burada qardaşlar deyərlər onu. Yazılı şəkildə səhifəyə də yaza bilərlər, onu cavabını verərlər. O arif deyir ki, həyatda nə əldə elədim, bu zikrin hesabını əldə elədim. Bu zikr nədir? Nəsə istəmir. Deyir, və mən yəttəqillah yəcəlləhu məxrəcə. Kim təqvalı olsa, Allahdan çəkinsə, Allah ona çıxış yolu göstərər. Sadəcə danışır. Və yərzuqhu min xeysu la yəxtasib. Bir var deyəm, ilahi mənə ruzu ver, bir var deyəm, ilahi sən ruzu verənsən. Deyir, ruzu verin ona. Mənim adımı yad elədi. Deməli, məndən intizarı var. Ona görə ariflərin duası vəzifdir daha çox. Ədəbli duasına baxın Həzrəti Əyyubun. Bunu keçən dəfələrdə demişəm. Hər şey əlindən çıxdı. İmtihanlardan çıxdı. Dil yarası pis şeydir də cəmaat başladı ki, Əyyub nə günah eləyib ki, bu qədər bəla gəlib başına. O gün bir yerdə bir üzr istəyirəm, başqa ad tapa bilmirəm, bir namərdin bir İmam Hüseyin haqqında bunu yazmışdı. Demiş ki, bu Hüseyin nə qədər, nəuzubillah, pis adamdır ki, başına bu işlər gəlib. Görün, bu nə qədər qafil insandır. Gəldi o məqamda, dedi ki, cəmaat başladı danışmağa ki, bu Əyyub nə günah eləmişdi. Deyir, onda biraz ürəyi sındı. Övladları getmişdi, hər şey getmişdi, sağlamlığı da Allahın imtihanı. Duasına baxın, Quran gətirir. Ölürəm bu dua üçün Həzrəti Əyyubun duasıdır. İnni məssəniyə zur və əntə ərhamur rahimin. İlahi, mənə çətinlik yüz verib, sən də rəhimlərin rəhimlisisən. Demir, mənə şəfa ver, demir, sərvətimi qaytar, demir, heç nə demir. Deyim, mənə halımı görürsən, sən də rəhimlərin rəhimlisisən. Allah bax bunu istəyir. Allah bunu istəyir ki, ona diqqət eləyək. Onda olan gözəlliklərə baxaq və ləzzət alaq.
İlahi əntə təkunu kəma uhib. Əlinin əzəmətinə bax. Deyir, ilahi sən mənim sevdiyim Allahsan. Sən mənim istədiyim Allahsan. Elə ürəyimə yatan Allahsan. Ürəyimə yatırsan. Mənim arzuladığım Allah sənsən. Fəc'alni kəmə tuhib. Elə ki, mən də sənin sevdiyin bəndən ol. Elə qəlizləşdiririk yollarımızı, elə çətinləşdiririk, bədbinləşirik. Yollar asandır. Yolunu tapmaq lazımdır. Yolunu tapmaq lazımdır. İlahi kəfa bihi fəxrən ən təkunə li Rabba. Dualara baxın, ləzzət üçün oxuyuram, inanın bunları. Münacatlara baxın, əlinin münacatıdır. İlahi kəfə bi fəxrən ən təkunə li Rabba. Deyir, mənə bu fəxr bəsdir ki, sənin kimi Rəbbim var. Sən mənim Allahımsan, bəsimdir. Ən zəngini mənəm, ən varlısı mənəm. Və kəfa bi izzən ən əkunə ləkə abda. Mənim üçün bu izzət kifayətdir ki, mən sənə bəndiyəm. Sənin bəndənəm. Bu keyf aləmidir. Bu keyf aləmidir. Burada soruşmurlar ki, nə gətirmirsən? Dedim, o Salmana yazdı. Soruşsalar, Həzrət Əli kəfəninə yazdı Salmanın. Soruşsalar, nə gətirmirsən? Denən ki, Kərim şəxsə qonaq gəlmiş. O soruşmur, nə gətirmirsən? O soruşmur, valla nə gətirmirsən? Salman da olsun soruşmur. Soruşmur, nə gətirmirsən? Soruşur ki, hansı ümidlə gəlmirsən? Mənə baxışın necədir? Mənə baxışın necədir? Məndən gözləntin nədir? Belə insan, sözümü bitirirəm, müjdə olsun sizə, sözümü bitirirəm. Belə insan heç vaxt heç nədən narahat olmur. Dost mənə diqqət elədi, yoldaş mənlə belə davrandı. Allah görmüsünüz, böyük adamların yanında onların qədrini bilməyən adamlar qərar verir. Böyük adamların yanında olur belə adamlar. Onun tohidini yoxlayır. Allaha nə qədər bağlıdır onu yoxlayır. Böyük adamların hamısının ətrafında olur belə adamlar. Dönük adamlar olur, qədrini bilməyən adamlar olur. Görsün bunları nə qədər sarsıdır. Bəzisi ailəsində olur. O Arif deyir, həmişə nəsiyyət eləyərdi ki, qadınlarınıza dəyər verin, onun qədrini bilin. Tələbələr dedi ki, yəqin ki, bunun ağzı isti yerdədir, Bakılılar demişkən. Ağzı isti yerdədir, bu elə bilir ki, keyfdədir cəmaat, qadınlarınıza dəyər verin. Deyir, bir gün gedək bunun evinə görək, yəqin ki, bunun necə salih bir xanımı var. Deyir, xəbərsiz gəldilər, qapını döydülər, qapını açdı, salam, dedilər, əleykum salam, qonaq gəlmişik. Dedi, valla mən çağırmamışdım sizə, deməmişdim, gələsiz. Amma da gəlmişsiniz də, buyurun içəri. Buyurun içəri, girdi, içəri oturduq. Elə bizim gözümüzün qabağında bu Arif ki, hamı başını dolanır küçədə, bazarda. Hamı əllərindən öpür. Bunun həyat yoldaşı gəldi bizim yanımızda, nələr eləmədi. Dedi ki, bağışlayın ağa, deyəsən, bir vaxt gəlmişik. Əsəbi vaxtı yox, mənim elə günüm belə keçir. Təbəssümlə, elə mənim adi halımdır. Deyirdim, yəni ki, ona görə deyirdim ki, bəlkə keçməyəsiniz içəri, bu mənzərələri görməyəsiniz. Evinin içində birini qərar verib ki, bütün aləm onun başına dolanır, evdə, o da keyf eləyir, bununla da keyf eləyən adamlar var. Allah görsün nə qədər Allaha bağlısan yox. Yalan deyərəm. Bu keyfi yalan deyərəm. Bir dənə hədis deyim, daha sizsiz də bunda deyim sözümü tamamı. İmam Sadiq əleyhissalam buyurur ki, ləzzətu mafin nida əzalət tə'abəl ibadə. Buyurur ki, azanda olan ləzzət, hədisi axıracan oxumadım, orucludur deyə hədis düz olsun, sonacan oxumadım. Deyir, azanda olan ləzzət ibadətin yorğunluğunu aradan aparır. Biz axı neçə ildir qılıruq, belə olmur. Belə olmuruq çünki yanaşmamızı düzəltməmişik. Yanaşmamız düz deyil. Ondan sonra azanın sözlərini şərh eləyir. 2 cümlə deyib bitirirəm, narahat olmayın. Buyurur ki, əmmə qavluhu hayyə aləl fəlah. Deyir, o söz ki, deyirsən azanda hayyə aləl fəlah, yəni tələsin nicat tapmağa, qurtulmağa.
Görün mənim sözümə necə dəlildir bax bu. Yəni hayya ilə surur la huzna ma'ahu. Yəni elə bir sevincə tərəf tələsin ki, namaz bax budur ki, onun yanında hüzün yoxdur. Hüznə yox. Sevincdir amma hüznə qapısı yoxdur. Qəm yoxdur yanında. Yəni bəhcətin la inqita'a laha. Elə bir şadlığa, həyəcana tələsin, namazdan danışır. Elə bir həyəcana tələsin ki, inqita bilirsin nədir? O işıq görsən kəsilsə, deyirlər qət oldu. İnqita budur, kəsilmə. Deyir, bu elə bir sevincdir ki, inqita yoxdur, kəsilməsi yoxdur. Hey, axır gəlir. Hey, axır gəlir. Yəni, accilu ilə sururi dünya vəl-uqba namaza çağırışı deyir. Siz Allah görün, mən 11 gündür danışdığımı necə əleyhissalam bəyan edir. Deyir ki, yəni tələsün dünya və axirət sevincinə. Təkcə axirət yox ha, dünya və axirət sevincinə. Peyğəmbərin duasıdır. Allahümmə cəalnə mutələzzizinə bizikrik. İlahi, bizi zikrinlə ləzzət alanlardan elə. Bu Peyğəmbərin duasıdır. Görün, nə gözəl bu dindir, bu din. Allaha deyir, mənə ləzzət ver, ləzzət ver. Allahdan başqa şey istəmir. Mən də sizə deyirəm, Ramazan ayında heç nə istəməyək. Gərək, ay Allah, mənə ləzzət ver, ləzzətimi artır. Bir dənə də şey deyim, ürəyinizdə qalmasın. Deyəcəksiniz ki, bu bizim başımızı alladır. Elə aparır, ancaq namazın ləzzətindən, duanın ləzzətindən, orucun ləzzətindən danışır. Bəs dünyanın ləzzəti. Bəs biz istəyirik filan Avropa ölkəsinə gedək, biz istəyirik ailəmizlə meşəyə gedək, bağa gedək, dağa gedək. Bəs bunlar nə olsun? Onların hamısını eliyin nurşu canlıqla, Allaha and olsun, bu şeylərdən ləzzət alan insanların səfərlərinin də ləzzəti başqadır. Dostlarla gəzməklərinin də ləzzəti başqadır. Həmin o işləri daha ali keyfiyyətlə görün. O bir ləzzətdir ki, bir mənbədən gəlir, mənəvi şeylərdən süzülür, gəlir maddi şeylərə də. O bir ləzzətdir ki, kəsilir, bölünür, gəlir, hər şeyimizi əhatə edir, çörək yeməyimizə qədər, dostlarla danışmağımıza qədər, deyib gülməyimizə qədər, ən şad insanlar, ən ləzzət alan, ünsiyyətdən ləzzət alan, səfərdən ləzzət alan, dilləri yol adamı, ən yol adamı olan adamlar o adamlardır ki, mənəviyyatları yaxşıdır. Qaraqabaq adam mənəviyyatda adam demək deyil. O dediyim şeylərdən ləzzət alsın, gör maddi şeylərdən ləzzət almır. Valla elə sənin arzuladığın o maddi ləzzətlərin, onun üçün ləzzəti 100 dəfə sənin aldığından daha artıqdır. Odur ki, bu din ləzzət dinidir. Gəlin bu günlərdə 20 günümüz qalıb. Elə hey ləzzət istəyək Allahdan. Deyil, mən istəyirəm ləzzətlə yaşayam, mən istəyirəm ləzzətlə bəndəlik eləyəm, ləzzətlə gəzəm, ləzzətlə yiyəm. Elə hər cümlə özün başında ləzzət sözü olsun, şadlıq sözü olsun. Allah bu duanı qəbul eləsə, görün, dilləri həyat varmış. Bax, onda biləcək ki, həyat varmış. Həqiqətən də, bax, bu dinin bizi dəvət elədiyi həyatdır.